آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bəhsimiz həml yolu ilə həqiqəti məcazdan ayırt etməyə yönələn işgallardaydı. Şeyx Sübhanə dedi ki, iki dənə irad tutublar. Birin mətnin içində gətirəcəm, birində haşiyəsində. Haşiyədə olan mətnindəkini qutardıq, haşiyədəkini də demək olar ki, qutardıq, amma bir balaca bəzi nöqtələr mümkün qaranlıq qalıb, ona görə qaydacam onu, bir də təzədən deyəcəm. İkinci işgal bundan ibarət idi ki, həmlin sihhətul həml və ədəm sihhəti səlb yolu ilə muradı təyin eləmək olar, həqiqəti məcazdan ayırt etmək olmaz. Və Şeyx Sübhan da bu irada cavab verdi ki, yulahəzu aleyhi, oradan oxuyuram, pavərəqidən, o hamişdən. Hâzâ əşşərtu ən nəkûnəl mə'nə əl-murad fi canibil məhmul min mə'nən həqiqi. Deyir ki, mövzuda olan, o ki, bir mövzunu qərar verir və məhmul ona həml edir fi canibil məhmul. Məhmuldan məqsəd görürsən onun həqiqi mənasıdır ya məcazi mənası, yəni məhmul mövzu üçün həqiqi mənası ya məcazi mənası hasilun, hasildir, həmildən hasildir. Necə? Və zəlikə min xilali kəvnil həmli ariyən ən kulli şərtin. Əgər həmlimiz hər cür şərtdən xalidirsə, takib məsələn deyirəm, Zeydun insanun, insanı həml eləyirəm Zeydə. Yəni, Zeyd insanın fərdlərindən biridir. Yaxud da ki, deyək, əl-heyvanun natiq insanun. Heyvan natiq insandır burada. Məfhum həml eləyirəm. Qeydsiz, şərtsiz əgər həml baş tutursa, heç bir şərti olmadan, şərtdən xali olaraq, boş olaraq həml vaqi olursa, o halda demək onun həqiqi mənasıymış. Və yəkfi fi kevnil məna həqiqiyyə. Elə bu bəs eləyir, yəni hər cür şərtdən xali olmaq onun həqiqi mənası olmaq üçün kifayət eləyir. Bi xilafil mənəl məcazi. Məcazi mənanın xilafını olaraq. Demək, məcazi mənada şərt olmalıdır, həqiqi mənada isə şərtə ehtiyac yoxdur. Fəla yəsuhul həmlu illa mə'əş şərteyn. İki dənə şərtinə məcazi mənada həmin səhih olur. Birincisi, əl-əvvəlu vücudul iddia, əl-musahhih lil-isti'mal. İstimalı təshih edən, onu düzə çıxardan bir iddianın vücudu. Mən bir dəfə deyirəm, həmən yırtıcı heyvana deyirəm, deyirəm, bu aslan, hada əsədun. Əsəd deyirəm, onu yırtıcı heyvana, şirə. Bir dəfə də güclü bir pəhlivana deyirəm, hada əsədun. O heyvana dediyimdə heç bir iddiam zadım yoxdur, yalanım, fırıldağım, nəysə söz bəzəməyim yoxdur. Bu aslandır. Amma əgərsə bir nəfərə deyirəmsə ki, güclü pəhləvandır, nə bir döyüşə girəndə başqalarında, ona deyirəm, hada əsədun, bu aslandır, bu şirdir, yalanına iddiam vardı. Yəni çoxların döyübdür, yəni hər hansı cəhətdən axır, bunu aslana bənzədir, bunu aslan demişəm. Bir iddia eləmişəm burada. Elədir? İddia olmalıdır. Və həmən o iddianı doğruldacaq da bir əsas olmalıdır. O istemal üçün bir həqiqət olmalıdır. Görəm, məsələn, 10 nəfər pəhləvan idilər, bunların 9-un ən güclüsü bu çıxdı, ona deyirəm, mən aslan. Ən qəhrəmanı bu oldu. Və ənə haza əv min məsadiqi. Bu elə odur, yəni aslandır məsələn, yaxud onun mislaqlarını. Birinci demək onun nə oldu? İddia üçün bir əsas olsun, vücud olsun. İkincisi, kavnul məqam münasibən li-i'malil iddia. Həmən o məqam iddia üçün münasib olsun. Dunəmə izə ləm yəkun. Amma əgərsə iddia üçün münasib olmasa, onda nədir? Yeri yoxdur. Bir nəfər ədəbiyyatda, şeir aləmində, nə bilim, qəhrəmanlıq dastanlarında kiməsə aslan deyir, Koroğlu aslandır, Babək aslandır, nə bilim nə idi.
Burada yeri var nəsə iddia olunsun. Bir nəfər də biologiya dərsində, zoologiya dərsində, heyvanlar aləmində danışanda adama deyir bir heyvan, aslan. Yeri yoxdur ki, iddia üçün məna yoxdur. Münasib deyil. Zoologiya heyvanlardan danışan bir elmdir. Ancaq pələngə deməlisən, şirə deməlisən. Böyle şehir döyü, nə bilim, kimsə tərifləmirsən ki. Deməli onda elə yer olmadı ki, münasib olsun orada iddia üçün, o yalan fırılda, yalan deyəndə, yəni o məcazi yalanlar da bu yeri olsun, yersiz olmasın. Və yaxud kim gəldi döyür onu, çırpır ona, sən aslan deyəsən. Gedən başına bir qapaz vurur, gələn başına bir qapaz vurur. Olmaz. De ki, və hazani şərtan, bu iki şərt mütevəffirani fi qavlihi subhanahu ve taala. Allah mütealın bu kəlamında, bu ayəsində hər ikisi özün doğruldur. Və qulna haşa lillah ma haza bəşərən. Haşa lillah təəccüb sözdür. Ay maşallah, ay da vay. Nə idi bu? Belə. Haşa lillah. Ma haza bəşərən. Deyir ki, onlar, yəni Züleyxanın başındakı o qadınlar Yusuf əleyhissalam görəndirlər ki, haşa lillah. Allahdan uzaq deyən ki, kimsə ona bənzər olsun, onun nə bilim, belə deyir, yəni haşa lillah. Ma haza bəşərən. Bu bir bəşər deyil, insan deyil. İn haza illə mələkun kərim. Bu bir əzəmətli, bu bir sevilən, hörmətli, izzətli bir mələkdir. Deməli, birinci şərtimiz nə idi? Birinci şərtimiz bundan ibarət idi ki, iddia olsun. Və iddia da var. Nə idi iddia? Yusuf mələkdir. Selamullahi aleyh. Bu bir iddiadır. Yusuf mələkdir. O insan oğlu insandır. İkincisi də o iddia üçün bir münasibət olsun, yeri olsun. Bəli, o qədər gözəldir ki, insan gözü o qədər gözəllikdə insan görməyib. Xüsusən də əgər Misirdə ya məsələn Fələstində, ərəb torpaqlarında insanlar qaraşın olur adətən. Qaraşından isə gün kimi, ay kimi parıldayan bir insan bunlar üçün qəribə idi, yeri var idi. Deməli onda həm iddia vardı ki, iddiamız bundan ibarətdir, iddiam bizim yox. Yəni o Züleyxanın başındakı qadınların iddiası buydu ki, Yusuf mələkdir. Bu bir iddiadır, mələk deyil, o insandır. İkincisi də həmən iddia üçün bir əsas var idi, çünki həddən artıq çox gözəl idi. Allah rəhmət eləsin. Münzəviyə, Allah ruhunu şad eləsin, deyir, gör hansı gözəl göz o gözəl gözlərə bənzər. Oyun çıxardı İnsaf əlində o cid hərfi ilə. Gör hansı gözəl göz o gözəl gözlərə bənzər. Ya hansı üzün tələti peyğəmbərə bənzər. Yusuf necə Zəhra bəyənən Əkbərə bənzər. Görsə onu hətmən sər təslimi xəm eylər. Yusuf arda, Əli Əkbər əleyhissalam arda. Bənzədir də şair. Əgər Əli Əkbərin gözəlliğini Yusuf əleyhissalam görsəydi, onun qabağında baş əyərdi. Birini əgər də Yaqub bəyənib, onu isə xanım Zəhra bəyənib. Onu hardan ona çata bilər? Selamullahi aleyhimə. Nəysə. Deməli onda burada o iki şərtin ikisi də doğrulur. Haythu təxəyyələ lin-nisa el-calisat enne fi imratil aziz qad irtaqa minel cemali bi mekani sayyarahu melekan. O qadınlar ki vardı, Züleyxanın başındakı qadınlar, onlar bu cür təxəyyül edilər ki, Misirin əzizinin o gənc cavanında o xidmətçisi, yəni Yusuf əleyhissalam gözəlliyi də bir məqama çatıbdı, artıq dönüb olub mələk. Bu bir iddiadır. Və bima ennel mefrud konul haml faqidən li kulli minəş-şərteyn yəthbutu konul mənəl murad fi canibil məhmul mənən həqiqiyyən. Deyir, indi əgərsə hər hansı bir həmildə deməli, məhmulun mövzuya həml olunmasında bu şərtlərin heç birisi yoxdur, nə iddia yoxdur, nə iddia üçün münasibət yoxdursa, o şərtlərdən xalidirsə, deməli, onda məhmul həqiqi mənanı ifadə edilmiş. Edirəm, haza əsədun, heç bir qeydsiz, şərtsiz, demək, onda əgər mən barmağımı heyvana uzaq deyirəm, haza əsədun, demək, onda nəymiş o əsədun həqiqi mənasıymış, heç bir qeydsiz, şərtsiz ona həml olunur. Bu keçən dərsin, demək olar ki, axırların təkrarı idi ki, biraz, ola bilsin, qaranlıq qalmış, ona görə qayıtdım. Keçirik indi üçüncü yola. Həqiqəti məcazdan ayırt edən üçüncü yola. Əl-ittirad. İttarədə yəni şəmələ. Yayıldı. İttarədə yəni yayıldı. Hamısına bərabər şəkildə paylandı bu mənada. Şumul, ümum bu mənasında. Şeyx Cəfər Sübhaninin o dediği misalı oxumamışdan qabaq,
Başqa usul kitablarına gələnlərə bir dənə misal vuraq. O daha elə biləm zehnə daha yaxındır. Götürək elə yenə də həmən o əsəd sözü. Görürük ki, məsələn, əsəd sözü, yəni aslan sözü. Bu əsil heyvan aslan ki vardır, çölün aslanı, onun erkəyinə də aslan mümkün demək olar, dişisinə demək olar. Döyüşən zaman qalib gələnə də, qalib gəlməyənə də, xəstəsinə də, sağlamına da, bütün hallarda, yatmışına da, oyağına da, hücum eləyən zamanda, hücumdan dala çəkilən zamanda, bütün hallarında onu aslan demək olur. Demək, aslan sözü ittirad eləyib, yəni yayılıb bütün halətlərə. Amma indi gəl, tutaq ki, bir dənə pəhləvanımız vardı. 2 dənə, 3 dənə döyüşdə qələbə çaldı, qorxmadı, getdi. 3-cüdə, məsələn, 4-cüdə bir qabağına özündən zirəki çıxdı, qoydu üstə qaçdı. Yenə ondan aslan demək olar. Ya yoldaşlarına xəyanət elədi döyüşdə. Deməli, onda bəzi hallarda onu aslan demək olur, bəzilərində aslan demək olmur. İttirad eləmədi, yayılmadı bütün halətlərə. Deməli, bu əlamətdir həqiqəti məcazdan ayırt etmək üçün. Əgərsə bir söz öz mistaqının bütün fərdlərinə, bütün halətlərinə, bütün fərdlərə və bütün fərdlərin bütün halətlərinə sidq eləyə bilirsə, onun həqiqi mənasıymış, ittiradı vardı. Bir nəfər deyir, gözəl insandır, gözəl əxlaqlı, deyir, qızıldır, qızıl. Bir də bu qadının barmağındakı üzüyə deyir, qızıldır, ya boyun bağısına deyir, qızıldır. O qızıl qızıldır, əritsən də qızıldır, başqa formaya salsan da qızıldır, qırıb töksün də qızıldır, qızıl qızıldır. Bütün halətlərinə qızıl demək olar. Amma indi birdən həmən bu qızıl dediyin insan gəlib bir alçaq hərəkət elədi. Yenə qızıl deyəcəklər ona. Yox da deməyəcəklər. Deməli onda həqiqi məna o mənaya deyirlər ki, ittirad eləyir. Yəni bütün fərdlərin bütün halətlərində yayılır və hamısına şamil olur. Amma məcazi ki deyirik, bəzi halda sidq eləyə bilir, bəzi halda sidq eləmir. Elədir? Bundan tanıya bilirik, əgər istəyə bilək ki, məsələn deyək, qızıl sözü görəsən, insan üçün, yaxşı adam üçün qoyulmuşmuş, sonra oradan keçdi, o metala dedilər, ya əvvəl o metal üçün qoyulmuş, sonra yaxşı insana dedilər ki, yoxlayaq. Əgər həmin fərdlərinin bütün halətlərində ona demək mümkündürsə, demək, onun həqiqi mənasıymış. Bəzi halda demək olursa, bəzi halda demək olmursa, demək, onda nəymiş? Onun həqiqi mənası demiş, məcazən deyilmiş, yaxşı adam oldu demişən, qızıldır. Əl-ittirad, başa düşün ittirad nə demək? Yayılmaq, yəni bütün fərdlərdə özün büruzə vermək. Əl-ittiradu huvəl-əlamətu thalisətu və qəd qurrirə bin-nəhvi tali. Üçüncü əlamət olaraq deyiblər ittirad. Yəni fərdlərə və müstəqlara bərabər şəkildə paylanma və yayılma. İzə darədə isti'malu ləfzin fi əfradi kulliyin bi heysiyyətin xassa. Əgər deyir ki, bir ləfzin istimalı, yəni bir sözün işlədilməsi yayıla. Nəyə yayıla? Bir kullinin fərdlərinə, bir heysiyyətin xassa, bir hansı bir cəhətdən. Məsələn, kə-rəculin, götürük kişi sözün, kə-rəculin, şeyx başqa misal verir, mən başqa misal vermişdim. Məsələn, götürük kişi sözün, bi'tibari rüculiyyə, kişilik baxımından, yəni cins olaraq erkək cinsindən olduğuna görə, kişi yəni bu mənada. Dişinin müqabilində, qadının müqabilində baxsa, rüculiyyə. İşimiz yoxdur, mərd adamdır, namərddir, mömindir, kafir, ondan danışmırıq. Cins baxımından baxırıq. Kə rəculin bi'tibari rüculiyyə fi Zeydin və Əmrin, baxırıq, görürük Zeyddə də, Əmirdə də, Bəkirdə də, dünyanın o başında kişiyə də, bu başında kişiyə, hamısında kişi deyilir. Kişilik hamısında nədir? Bərabər şəkildə yönəlib, yəni cins olaraq kişilik. Quran-ı Kərimdəki minəl mu'mininə ricalun sadaqu ma'ahadullah aleyh fəminhum mən qada nəhbəh və minhum mən yəntəzir və ma bəddəlu təbdilə. Minəl mu'minin, mümin kişi cinsindədir. Kişilərin içində bir dəstə kişisi var. Minəl mu'mininə ricalun. Kişi müminlərin içində bir dəstə kişiləri vardı. Sadaqu ma'ahadullah aleyh. Allah ilə bağladığı əhdlərə sadiq qaldılar. Bir dəstəsi bu yolda canlarını qurban verib şəhid oldular, bir dəstəsi həmən günü gözləyirlər və onu heç nəyə dəyişməzlər. O kişilikdən danışmırıq. O kişilik, yəni o mərdlik, kişilik o başqa şeydir. Bizim burada danışdığımız kişilik nədir? Yəni cins olaraq kişilik. Cins olaraq da kişilik bir sözdür ki, yaxşı kişiyə də demək olar, yaman kişiyə də demək olar, uzun boyluya da, qısa boyluya da, qarasına da, ağına da, qocasına da, yəni cinsdən danışır kişilik. بعدم تعدد الوضع مع القطع بعدم تعدد الوضع. Deyir ki, gözümüz yumuşmuş ki, yəni
vəzdə təəddüd yoxdur. Yəni bir dənə sözdür qoyulub, bunların hamısını sidq eləyir. İstəkşəfə minhu ya ustukşifə minhu vücudu əlaqətil vəz' beynəhu və beynə zəlikəl kulli. Kəşf eləyir ki, bundan kəşf olunur ki, bir əlaqə mövcuddur. Vücudu əlaqətil vəz'. O əlaqə vəz əlaqəsindən vəz olunub. Həmən bu ləfz nə üçün? Beynəhu və beynə zəlikəl kulli. Həmən o kulli ilə, bu kişi sözü ilə o kulli, o kişinin fərdləri, o kişi anlayışı vardı. Onun o kullinin arasında bir vəz əlaqəsi var. Və ulimə ənəhu mevdu'un lit-tabi'i minəl məna. Bilinir ki, onda həmən mənan təbiəti üçün, hamısı üçün bir də vəz olunubdur. Və ihtimal kavnihi məcazən li əcli vücudil əlaqə. Deyir ki, birdən bir dedilər ki, bəlkə nəsə bir əlaqə var, nəsə bir iddia var, ona görə bir əlaqə, bir oxşarlıq əlaqəsinə görə məcazən, bəlkə onu kişi deyiblər. Həmən bu ehtimal mədfu'un dəf olunur bi ədəmil ittirad fi əlaqil məcaz. Dəf olunur ki, məcazda əlaqələr nədir? Muttərid olmur. Bəzi fərdlərinə deyilir, bəzi fərdlərinə deyilmir. Tutaq ki, məsələn, fərzən belə deyək. Deyirəm ki, xanım Zeynəb əleyhissalam kişidir. Kişilərdən də kişidir. Bu məcazi iddiadır. Yəni, heç bir kişinin eləyə bilmədiyin o elədi. Yezid diz çöktürdü qabağında, İbn Ziyadı xar elədi. Bu cəhətdən. Amma birdən, onda qayda bir də nətər və məsələn, Abdullah ibn Cəfərlə evlənmişdi, kişi ilə evləndi. Hə, qəsdən o kişilikdən danışıram, başqa kişilikdən danışıram. Elədir. Deməli onda xanım Zeynəb də, yəni mən deyirəm kişi idi o, bu məcazi istemaldır. Çünki bir halda Yezidi ya İbn Ziyadı diz çöktürəndə sidq eləyir, amma evin qadını kimi baxanda sidq eləmir, onun ahiyyəti yoxdur onun. Demək, məcazi istemalmış ki, bəzi fərdlərdə, bəzi muridlərdə, bəzi halətlərdə sidq eləyir, bəzilərində sidq eləmir. Amma həqiqi mənası ilə deyəndə ki, yəni cins olaraq kişi bildirəndə, onun yaxşıya da demək olar, pisə də bayaqda qeyd elədik. Mədfuun həmən bu ehtimal dəf olunub bi ədəmil ittirad, yəni nədir? Yayılmır, ittirad olmur fi əlaqil məcaz. Məcazi əlaqələrdə ittirad yoxdur. Bəzi yerlərdə demək olur, bəzilərdə demək olmur. فإن علاقة الجزء والكل ليست مضطردة بشهادة أنه يصح. Şimdi burada şeyh bir misal verir. Deyir ki, cüz və kul arasında olan əlaqə muttarid deyil. Muttarid deyil. Cüz və kul. Məsələn, insanın gözü var və bir də vücudu vardır. Əgər məsələn deyə bir nəfər böyük insandır, padişahdır, nə bilim, hökumət adamıdır ya yuxarı bir səviyyəli adamdır. Cəmaatın arasında elədir, bir casus qoyubdur, bir xəbər gətirən qoyubdur, bir nəzarətçi qoyubdur, bir baxsın, lazım olan şeydir. Qayıdıb deyir ki, filanun eynu filan, filankəs filankəsin gözüdür. Filankəs eyn yəni göz, filankəs filankəsin gözüdür. Düzdür, hamı qəbul edəcək, bu istimalı qəbul edəcək. İndi birdən qayıtdın desin ki, filankəs filankəsin, məsələn, dodağıdır. Mənası çıxmaz ki. Ya bırnıdır, qulağıdır, olmaz. Bu baxımdan ki, onu qoymuşdu, sanki mən görəcəyim şeyləri sən görəcəkən mənə xəbər ver. Deyirəm, filankəs filankəsin gözüdür. Gözüdür, yəni nə demək? Sanki özüdür mənasında, bütöv deyil, elə bil özüdür. Göz sözün, yəni cüz'i kullun yerində işlətdik. Və görürük ki, oldu. Amma hər yerdə olmur. İndi birdən məsələn fərzən deyək ki, həmən o göz xəyanət elədi, ya lazım məlumatlar çatdırmır, yəni onu göz demək olar, filan gözü da deyilməyəcək. Deyir ki, فَإِنَّ عَلَاقَةَ الْجُزْءِ وَالْكُلِّ لَيْسَتْ مُضْطَرِدَةً. Deyir ki, cüz ilə kull arasında olan o əlaqə ki var, muttərid deyil, yəni bütün halətlərə şamil deyil. Bir şəhadət. Ənəhu yəsuhu isti'mal əl-əyn fil-muraqib və la yəsuhu isti'mal şə'r fihi. Əyn kəlməsin bir nəfərin nəzarətçisinə demək olar. Filankəs nəzarətçisinə muraqibidir, yəni onu demək olar. Amma saçı deyə bilməzsən. Deyən filankəsin nəzarətçisi deyirəm, filankəsin gözüdür. Amma deyə bilmərəm saçıdır. Şə'r sözünü orada işlədə bilmərəm. Və yəsuhu isti'malul lisan fil-vəkil dunə sadr fihi və qeyri zalik. Əgər bir nəfərin vəkilidir, onun adından danışırsa, onun dili deyə bilərəm. Deyirəm, filankəsin dilidir, danışan dilidir. Çünki onun vəkilidir, onun dilindən danışır.
Amma deyə bilmərəm filan kəsin sinəsidir, ya məsələn böyrəyidir, nə bilim, çiynidir, bu olmaz. Niyə görə dil olur, amma məsələn sinəsi olmur, çiyni olmur? Çünki əlaqəsi yoxdur ki. Deməli onda cüz ilə kull arasında olan o rabitə məcazi olduğu üçün, həqiqi əlamət olmadığı üçün ittirad eləmir, bütün hallara şamil olmur. Və əvrədə aleyhi əl-muhəqqiqul xurasani bima həzə təvzihuh. Deyilindi, gəlin Şeyx Axund Xurasani, Mühəqqiq Xurasani, yəni Sahib-ül Kifayənin elədiyi bir irada, bir işqala, etiraza diqqət yetirək. Belə deyir. İnnəl məcaz və illəm yattarid fi növ'i laiqihi və mutləqil müşabihə. Düzdür, məcaz o əlaqələrin növündə və mütləq oxşarlıqda ittirad tapmır. Bütün hallara şamil deyil, qəbul. Qəbullədir ki, məcazda əlaqənin növündə ittirad yoxdur. Müşabəhə, bənzərlik mütləq şəkildə deyil ki, hər hala şamil olsun. Bura öz yerində. İlla ənəhu fi xüsusi ma yəsuhhu ma'hul isti'mal fil məcaz muttaridun kəl həqiqə. Amma o şey ki, məcazi şəkildə sən onu başqa bir şeyin yerinə işlətmisənsə və o istemal düzdürsə, onda onun bütün fərdlərində, bütün halətlərində nədir? İttiradı vardır və sidq eləmək qabiliyyəti vardır. Yəni, bunu demək istəyir. Deyir ki, əgər Bəkir Zeydin nəzarətçisidir, casusudur, ona xəbər gətirəndir. Deyir ki, yeri var deyək ki, burada filan, məsələn, Bəkir Eynu Zeydin, Bəkir Zeydin eynidir, gözüdür. Deyir, indi bu baxımdan ki, Bəkiri Zeyd üçün göz qərar verdi, onun eyni qərar verdi, onda o Bəkirin özündə və halətlərində, bütün halətlərində sidq eləyir. Necə həqiqət bir halətdən başqa halətə dəyişmirdi, eyni formada sidq eləyirdi, bu da həmin formada sidq eləyə biləcək. Yəni, bir dəfə belə deyirəm ki, eynu, istər xəbər gətirən halı olsun, xəbər gətirməyən halı olsun. Dedi ki, Bəkir Zeydin deyək, müraqibidir, onun nəzarətçisidir, onun gözüdür. Bəkir Zeydin gözüdür. Bəkir xəstə olanda deyirəm ki, Zeydin gözü xəstələndi. Zeydin gözü, nə bilim deyək, düz görmədi. Zeydin gözü filan şey oldu, Zeydin gözü filan şey oldu. Bütün halətlərində Bəkirə onu demək olar. İndi ki o eyn sözü sidq eləmişdisə, necə həqiqət bir haldan başqa halda dəyişdiyicən cümlə öz səhihliyin, düzgünlüyün qoruyur, yəni öz doğruluğunu qoruyacaq. Şeyx Sahib-ül Kifayə bu cür deyir. İlla ənəhu fi xüsusi olaraq ma yəsuhhu ma'hul isti'mal, ona o şeyə görə ki, istemal səhidir, yəni məsələn eyn sözü ki, nəzarətçi olduğuna görə, ona xəbər apardığına görə, onun gözü olub cəmaatdan gördüyün, ona xəbər cəmaatdan gördüyünə xəbər verdiyi üçün həmin ona görə ki, istemal eləmişdik. Yəsuhhu ma'al istimal fil məcaz muttaridun, ittirad eləyib kəl həqiqə, həqiqət kimi də bütün hallara şamildir. Fəsti'malul cüz fil kul, onda cüz'ü kulunu yerində işlətmək, muttaridun, ittiradı vardır. Fi xüsusi ma izə kanə lil cüz'i doğrun xas. Əgər o həmin o hissə ki vardı, ondan kullə ad qoymuşduq, o cüz'ün məsələdə ciddi rolu varsa, xüsusi olaraq ciddi rolu varsa, onda problem yoxdur. Orada ittirad yaranacaq. Kəl muraqəbə fil eyn, məsələn deyək, eynin muraqəbə üçün işləndiyi yerlər, gözün nəzarətçi yerinə işləndiyi yerlər. Və təbyin fil lisan, bir şey açıqlamaqda, məsələn, dilə əgər açıqlayıcı orqan olaraq, ifadə edici orqanlara dildə deyirsə açıqlamağa, bütün yerdə yayılacaq. Vəl əməl fil yəd, məsələn, əllə gördüyümüz işlər kimi. Əl sözünü nə qədər cümlələrdə işlədirirsə, biz ya ərəblər. Filan kəsin, məsələn, deyək ki, bir əli filan kəsə tərəfdir. Filan kəsin əlin üstündən, başının üstündən əlini çəksə, məsələn, neynər? Filan işdən əl götürdü. Əl, maşallah o qədər əl sözü işlədir. Qəsd bu, həmin bu əl deyil ki. Kinayədən onun feillərindən, əməllərindən. Əmələ əl demişik. Çünki adətən insan əksər hallarda gördüyü işləri əlindən görür. Mümkün də əli cibində olubdur. Əlini cibindən çıxartmır. Bəlkə əli yoxdur. Deyirəm ki, filan kəsin əli filan kəsin başının üstədir. Yəni ondan əl çəkmir, ona daima xeyir yetirir onu. Bəlkə də əli yoxdur, həqiqət əli. Deməli onda əl həmişə nə yerində işlənib? Əksər hallar dində, Azərbaycan ədəbiyyatında ya ərəb ədəbiyyatında, yəni onun xeyri, onun verəcəyi iş, nə bilim, onun üçün görəcəyi işlər bu mənasında. Demək, Sahib-ül Kifayə Rıdvanullahi əleyh iddia eləyir ki, siz niyə görə deyirsiniz ki, məcazda ittirad yoxdur? Yəni
Əsl iddia budur ki, məcazda ittirad yoxdur, həqiqətdə ittirad var. Ona görə də ittiradın olmamağından kəşf edirik məcazdır, ittiradın olmamağından kəşf edirik məcazdır. İttiraddan, o yayılmadan kəşf edirik ki, həqiqətdir. İttirad varsa həqiqətdir, yoxdursa məcazdır. Sahib-ül kifayə bizə işgal, bizə deyəndə, yəni üsulçilərə işgal eləyir, irad tutur ki, niyə? Məcazda da irad vardı, məcazda da ittirad vardı. Həmən o cəhətdən ki, məcaz üçün əsas götürülüb işlədilibsə, həmən o şeyin üzərində ittirad vardı dediyimiz kimi. Əgər filankəs sözcüsüdür, yəni lisanıdırsa, o lisan mağazada yenə də onun lisanıdır, yatanda da onun lisanıdır, duranda da lisanıdır, xəstə olan halında da, xəstəxanada da, nə o yanda da, bir yanda da bütün hallarda ona lisan demək olar. Fulan lisanı fulani. Deməli onda ittirad vardı. Şeyx Sübhani razılaşırsan Axund Xorasanın bu sözü ilə deyir, yox, razılaşmıram. Yulahazu aleyh. Deyir ki, bu sözə iradım vardı. Ennel mecaz gayr muttaridin hatta fi sinfil alaqəllezi vasafahu. Deyir ki, məcazda ittirad yoxdur. Tam şəkildə bütün fərdlərə yayılmaq yoxdur. Hətta fi sinfil alaqəllezi vasafahu. Hətta vəsf elədiyi o əlaqənin növü ki vardı, ona görə istemal səhih olmuşdu. Hətta onda da muttarid deyil, ittirad yoxdur. Lima ərəftə min ənə sihhətil məcaz vərəl əlaqə qaimətun bi əmreyn. Çünki ötən səhifədən artıq sənin üçün bəlli oldu ki, məcazın səhihliyi iki dənə şərt əsasında olur. Ənə səhhətəl məcaz vərəl əlaqə qaimə beynə əmreyn. Məcazi ifadələrdə, məcaz qurulan cümlələrdə onun arxasında, həmən o cümlənin arxasında iki dənə şərt olmalıdır. Birincisi, hüsnül iddia. Elə bir iddia eləyəsən ki, o iddia nədir? Gözəldir, yerindədir. Və həmən iddianı eləmək üçün bir əsas vardı, münasibət vardı. Hüsnül iddia, ikincisi kovnul məqam münasibən li-izhari hadəl iddia. Birinci iddia vardı, həsəndir, ikincisi həmən o həsən olan iddia həmən yerə münasibdir. Və alə zəlikə, buna görə də fəl-məcaz qeyru muttaridin. Məcaz muttarid deyil. Deməli, onda əgər elə bir yerdə ki, həmən o fərdin özündə belə münasibəti yoxdur o iddianı eləməyə. Münasibəti yoxdur. Gəlin misallar varacaq. Onda hətta həmən fərdin özündə ki, məsələn deyirdi ki, Bəkir Zeydin gözüdür, yəni Bəkir Zeydin lisanıdır, dilidir, nə bilim, nə idi. Hətta onun özündə əgər bəzi muridlərdə görürük ki, ittirad eləyə bilmir. Məsələn, ta ki, məsələn, bir nəfər Bəkiri çağırır. Qaydır, lisan, dil. Mənası yoxdur ki, ay dil. Yeri yoxdur ki. Çünki bir nəfər çağırırsan, adını çağırırsan, yəni məsələn, ay filan kəsin oğlu, ay filan kəsin dədəsi deyib çağırırsan. Burada dil, ha çağır. Eyni mənası yoxdur ki orada. Amma indi birdən məsələn aslan çağırırsan. Bu ki, həqiqi mənasında, əsəd. Neyinizə o əsəd deyəcəksən də başqa yol yoxdur ki. İttirad edib. Çağırırsan da əsəd deyəcəksən, qovsan da əsəd deyəcəksən. Ay eşək, çağıran da eşək deyəcəksən, uzaqlaşdıran da. Nəysə. Deyir ki, hər hansı bir məcazi əlaqələrdə iki şərt olmalı. Biri hüsnül iddia, o iddia var orada və həmən iddianın işlənməsi üçün də o məcazi ifadə üçün münasib yer olsun. Əgər bu şey yoxdursa, hətta həmən o fərdin özü ki məcazən işləmişdir, onda belə ittirad eləməyəcək. Və alə zəlikə fəl-məcaz qeyr muttaridin. Məcaz muttarid deyil. Hətta fi sinfil əlaiq, hətta əlaqəsi fərz olunan sinfin özündə belə. Bəl yetəvəqqəf, təvəqqüfü var da, mudafən ilə sinfil əlaqə, o əlaqənin sinfindən əlavə, əla təvəffuri şərteynil məzkureyn, o dediyimiz iki şərt, orada təvəffür eləməli, tapılmalıdır. Və lidə la yəsuh istəmal əsəd fir rəculil əbxər li ədəmi hüsnil iddia. Çünki məsələn, deyirlər ki, aslan həmişə ət yediyi üçün, leş yediyi üçün, onu parçaladığı üçün, belə deyirlər də, mən aslan görməmişəm ama, deyirlər, aslanın ağzından iyi gəlir. Elə, həmişə pis gəlir aslanın ağzından. Belə deyirlər. İndi bir nəfərin ağzından pis gəlir deyəsən ki, ağzından da ay aslan. Ağzından pis gəlinə görə aslan deyəsən ona. Yersizdir artıq.
Kəma la yasuhu nida'ur rəcülü şüca biləfzi ya əsəd. Həmzə məsələn deyə bir nəfər pəhləvan da onu desin, çağırırsan da ay aslan, ay aslan. Düz gəlmir. İzə ləm yəkun əl-məqam münasibən li-izharil iddia. Əgər həmin o çağırış şeyi düşmüş deyə bir əşya verəcəkdim, bir şey söz soruşacaqdım. Bir var məsələn deyir döyüb öldürmək istəyirəm, ay aslan qayıt. Hə yeri var orada aslan deyəsən. Bir də var yolla gedir məsələn bir şey düşmüş, istəyirəm deyim ki, ay qardaş, pulun düşüb götür onu. Deyim ay aslan, mənası yoxdur orada. Münasibəti yoxdur. Ya əsəd izə ləm yəkun məqam münasibən li-izharil iddia. Əgər həmin o məqamın, o iddianı izhar eləmək üçün bir münasibəti yox idisə, kəma izə kana nida li-əcli tənavuli vəcbəti taam. Məsələn, əgər əlində bir yemək varsa onu vermək istəyirdin, orada çağırırsan ki, ay aslan, hə. Onda mənası yoxdur, aslan deyəsən. Onu gəç adını deyəsən, dədəsinin adını deyəsən ki, ay falan kəsin oğlu. Haza kullu havlə təqriril qavm. Bütün bu dediklərim hamısı üsulçuların dedikləri idi. O ki demişlər, əlamətdir, bəziləri qəbulləmişdi, bəziləri qəbulləməmişdi. Bunların təqriridir. Məndən soruşsunuz, mən deyirəm ki, ən gözəl əlamət budur. O da gəlsin, gələn dərsdə inşallah danışarıq. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.